Vizasız səyahət axtarırsansa, bu video tam sənə görədir. Bakıdan cəmi 2 saat yarım məsafədə yerləşən Qazaxıstanın Şimkent şəhərinə gəlin birlikdə səyahət edək. Münasib qiymətləri, dadlı mətbəxi, tarixi ilə zəngin olan Şimkent şəhərinə Azalın birbaşa uçuşu ilə gəldik. Bəli, Azal artıq Şimkentə birbaşa uçuşlar təşkil edir və bu ilk uçuşda biz də iştirak elədik. Rahat və güvənli şəkildə şəhərə çatdıq. Yeni marşrutun açılışı münasibətilə su tağı ilə təyyarəmizi qarşıladılar. Şimkent Qazaxıstanın 3-cü ən böyük şəhəridir və açığı bu səyahət düşündüyümdən daha maraqlı keçdi. Burada həm qədim tarix var, həm də müasir şəhər həyatı. Ən maraqlı məqamlardan biri də odur ki, Şimkent vaxtı ilə İpək yolunun üzərində yerləşib. Yəni 100 illər əvvəl də bu şəhər ticarət və səyahət üçün ən vacib məntəqələrdən biri olub. Əgər tarix və mədəniyyətə marağınız varsa, Şimkentə gəlmişkən oradan 170 kilometr məsafədə yerləşən Türkistan şəhərinə də baş çəkin. Bir zamanlar Əmir Teymurun gəzdiyi torpaqlara ayaq basmaq elə tarixi buram-buram hiss eləməyə bərabərdir. Əgər Qazaxıstana gəlməyə planlaşdırırsınızsa, Şimkenti sadəcə keçib getməyin. Məncə burada ən azı bir neçə gün keçirib şəhərin abu havasını yaşamağa dəyər.